Mağazamıza yeni partiya saxsı qazanlar gəldi. Saxsı qazanların istifadəsi haqqında danışırdım. Bundan əvvəlki videoda dedim ki, mütləq şəkildə bu qazanları dəmir listinin üzərinə qoyub istifadə etməlisiniz. Yəni birbaşa qazın, alovun, ocağın, odunun üzərinə qoymaq olmaz. Bizim mağazamızda bu dəmir artıqlar satışdadır. Müxtəlif ölçülərdə var, böyüyü var, balacası var. Yəni bu dəmir artıqlar çox yerdə satışda var. İstər bizdən də ala bilərsiniz, başqa mağazalardan da ala bilərsiniz. Qazın üzərinə qoyduğunuz zaman da eyni vaxtda qoyulmalıdır. Yəni dəmiri qoyum yarım saat, 1 saat qazın üzərində qızsın, daha sonra qazanı qoyaram. Yox, dəmiri qoydunuzsa eyni vaxtda da qazanı qoyursunuz və vam kodda, yəni qazın kodunu cür kodda qoymaq olmaz. Vam kodda qoyursunuz və qazın kodunu dəyişmək də olmaz. Misal üçün vam kodda qoymuşam, 1 saat yandı. Qonağım gəlir, tələsirəm, qazın kodunu birdən-birə cür artırım azdan çoxa doğru. O zaman yəni siz qazanı sındıra bilərsiniz, çatdada bilərsiniz. Bu deyilən qaydalara əməl etsəz, yəni illər uzunu bu qazanı çox rahat, yaxşı formada istifadə edə bilərsiniz. Kürə peçlərində isə bu qazanı istifadə etmək üçün istər evlərdə bildiyimiz çörək listləri olur, qara çörək, onda və ya mağazamızda paxlava listləri var 60-40 ölçüsündə. Bu listlərin içərisinə qoyub döküşə bilərsiniz. Evinizdə olan istənilən bir listin içərisinə qoyub kürə peçlərində, hansı ki qaz ilə yanır, həmən peçlərin içərisində istifadə edə bilirsiniz. Bu zamanda mütləq şəkildə bu qazanları qaz fanşunkalarına uzaq şəkildə qoymalısınız. Yəni kürənin tən ortasına qoymalısınız. Qaz fanşunkasına yaxın qoymaq olmaz. Və ya odun yandırırsınızsa kürə peçinin içərisində, yenə eyni qaydada listin içərisinə qoyub oduna tərəf yaxın qoymaq qəti olmaz. Maksimum dərəcədə odundan, qazdan uzaq şəkildə qoyulub istifadə oluna bilər. Mağazamızda xaçlama qazanı, belə saxsı dolma qazanı, balaca xaçlama qazanı, belə piti qabları var, porsiyonlu, kompot qabı var, belə balaca qatıq qoymaq üçün, içərisinə şəkər, pesok da yığa bilərsiniz, qənd də qoya bilərsiniz, belə balaca qablar da var. Bu qazanlardan əldə etmək üçün mağazamıza yaxınlaşa bilərsiniz. Mağazamız Saray qəsəbəsində yerləşir. Vaxtla bağlı, məsafə ilə bağlı gəlməkdə çətinlik çəkirsinizsə, yenə bizimlə əlaqə saxlaya bilərsiniz. Bu cür qazanları, bu cür saxsı məhsulları ödənişli formada taksi ilə də istəsəz çatdırılmada edə bilərik.